Biz dünyaya Allah'ı tanımaq üçün gəlmişik və dünyadan sonra nə qədər tanıdın sualı ilə üzləşəcəyik. Allah'ı nə qədər tanıdın? Bu sualla qarşılaşacağıq. Əli əleyhissalam buyurur ki, Ma'rifətullah subhanahu a'lal ma'arif. Buyurur ki, Allah'ı tanımaq ən üstün tanımadır. Ən üstün elmdir. Allah tanıma elmi. Çox həqiqətlər var ki, heyfdir adam onları tanımamış dünyadan köçsün. Biz gəlirik bu dünyaya tanımaq üçün. Çox şeylər tanıya bilərdik, amma başqa işlərlə məşğul oluruq. Heyfdir adam bilə bilərdi, bilmədi getdi dünyadan. Çox heyfdir bu. Çox heyfdir ki insan tanıya bilərdi, amma tanımadı. Ahirətdə də hər bir tanıma, mərifət ləzzətə çevrilir. Nə qədər tanıdınsa bir o qədər ləzzət alırsan.